hidayət əzəmətli, böyük bir nemətdir. Sayı hesabı olmayan. Bunun da ki, qiymətini, yəni kim bilə bilər? Əgər onun əksini bilirsə, anlayırsa ki, yəni bunun əksi nədir? Bunun əksi ilə gedənləri nə gözləyir? Bununla gedək demək, haqq yoldan cənnət daxırı. Və əksi ilə gedənlər nə gözləyir? Allah qorusun, cəhənnəm. Necə ki, Allah subhanətlə bildirir. Düzdür, hətta cənnət əhlinə, hər cənnət əhlinə belə göstəriləcəkdir, onun yeri cəhənnəmdə. Cəhənnəmdə olacağı yeri, əgərlərin haqq yolu yönəlməsi idi. Düzdür, onunla deyirlər, Allaha şükürlərini artırırlar. Və görürsən ki, insanlar var ki, deyirlər, yəni üz döndərlər bundan. Yəni, haqqa dəvət olunur və çağırılır, üz döndərirlər. Və onların halı necə olacaqdır, qardaşlar, qiyamət günü? Ləv ennəllah hədəni ləkuntu minəl muttəqin. Subhanallah. Söz ki, burada təfsirdə şərti olaraq gəlmir, burada artıq təmənni gəlir. Təmənni nədir? Arzu eləmək. Yəni, arzu eləyəcəklər artıq orada ki, Allah yəni ki, əgər Allah məni doğru yola yönətsəydi, mən də müttəqilərdən olardım. Şərt olaraq demir, artıq cəhənnəmdədir, yanır. Deyir, əgər Allah məni doğru yönətsəydi, mən də müttəqilərdən olardım. Ondan qabaqçı ayələri oxusaq, bu Zümər surəsinin 57-ci ayəsidir. Və görərik ki, nədən gedir söhbət Allahın izni ilə. Yəni, onlar çağırılanda, onlar nə edirlər? Lağlağa qoyurlardı, üz döndərirlərdi, haqq yoldan. Və bu da onlar artıq orada olanda Allah qorusun və nələr onları gözləyir. Və yəqulu, yə leytən ittəxəzzu mə'ər rəsuli səbilə. Furqan surəsi, Əl-Əyə, 27-ci ayə. Kəş ki, mən Peyğəmbərin yolunu tutub gediydim. Bu da artıq harada olacaqdır? Sözsüz ki, artıq o gec olacaqdır. Bunlar hamısı gec olacaqdır. İnsan yəni ki, bu dünyada dəllərim, Allah Resulü s.ə.v-in yolunu tutub gedərsə, nə gözəlir, nə xoşalına. Həm bu dünyada xoşbəxtçilik içində olacaqdır, həm də ki, ahirətdə. Ona görə ki, bizim dinimiz hər bir şey əhatə edir, bütün haqları qoruyur. Böyüyün haqqını, kiçiyin haqqını, qadının haqqını, hər bir haqqı, hətta belə qonşun sənin, qeyri sənin dinində olandan olsa belə, yenə deyir, onun haqlarını qorur. O ki, qalı sənin dinində olan olsa.